Salam. Ötən verilişlərimizdə sizə Qırıqlı məhəlləsi haqqında danışarkən qeyd etmişdik ki, Bağmanlar massivi ərazi olaraq öz tərkibində bir neçə məhəlləni cəmləşdirib və bu məhəllələrdən biri də məhz Qırıqlı məhəlləsidir. Tarixə nəzər saldıqda görürük ki, Bağmanlar ərazisinin ərazi etibarilə ən böyük məhəlləsi olan Qırıqlı məhəlləsi də öz tərkibində Mehrablı, Carlı, Talalı olmaqla bir neçə məhəlləni cəmləşdirib. Biz də irəliləyən dəqiqələrdə bu məhəllələrdən ikisinin Carlı və Talalı məhəlləsinin keçdiyi tarix yoluna nəzər salacağıq. Bu məhəllələrin hər ikisinə eyni zaman kəsiyində səfər etməyimiz əbəs yerə deyil. Çünki məhəllələrin hər ikisinin adı Azərbaycanın şimal ərazilərinin tarixi kökləri ilə bağlıdır. Ümumiyyətlə, Respublikamızın ərazisində mövcud olan xalqların, etnik qrupların və tayfa birləşmələrinin Azərbaycan tarixində oynadığı rolunun müəyyənləşdirilməsində yer adları mühüm əhəmiyyət kəsb edir. Coğrafi adlar hər hansı bir ərazidə tarixən və hazırda mövcud olan xalqların tarixi keçmişini, mədəniyyətini, ictimai və sosial vəziyyətini, adət və ənənəsini əks etdirən amillərdir. Müxtəlif dillərdəki qədim mənbələrə nəzər saldıqda aydın olur ki, müasir toponimlərimizin bir hissəsi qədim tayfa və qəbilələrin adını əks etdirir. Bəs Carlı və Talalı toponimlərinin adı hardan qaynaqlanır? Bu adlar özündə hansı gizli məqamları yaşadır? Odur ki, gəlin, Carlı və Talalı toponimlərinin mənşəyinə, yaranmasına, o cümlədən Carlı və Talalıların Gəncəyə gəlmədən öncəki yaşamına nəzər salaq. Mənbələrdən məlum olur ki, Car-Balakən cəmaatlarının formalaşması prosesi əsasən 16-cı əsrdən başlayıb. 16-cı əsrin sonu, 17-ci əsrin əvvəllərində şimal-qərbi Azərbaycana, Dağıstandan köçüb gələn avar ailələri əsasən yerli xalqların yaşadığı Balakən, Car, Muxax, Tala və Katex kəndlərində məskunlaşırdılar. O zamanlar Car-Balakən cəmaatı bir-birinə bağlı 6 oymaqdan, Car, Balakən, Tala, Muxax və Cənişdən ibarət idi. Bu kəndlərdən olan cəmaatın hamısı bərabər hüquqlu olub, torpaqları birlikdə becərirdilər və beləcə əldə olunan məhsul da hamılıqla ailə üzvləri arasında bölünərdi. 16-cı əsrin əvvəllərində ayrıca kəndlər olan Car və Tala şimaldan, yəni Dağıstandan gələn dağlılar hesabına zamanla böyüməyə başlayır və Zaqatala Balakənin ictimai həyatında mühüm rol oynayırlar. Ümumiyyətlə, Car və Talalıların Gəncəyə gəlməsi də maraq doğulan amillərdən biridir. İrsi olaraq bu məhəllələrinin mənbəyini də məhz şimalda axtarmaq lazımdır. Gəncənin Bağman hissəsi bir neçə məhəlləyə ayrı böyük məhəllələrə. Məsələn, Xəlfəli, Qırxılı, Həlvə Həsənli, Bala Bağman. İndi biz haqqında bəhs elədiyimiz məhəllə Carlı, Talalı məhəlləsi həmin Qırxılı məhəlləsinin tərkibində bir basalaqdır. Demək, Qırxılı məhəlləsi başlayır, Xan arxadan başlayır, Gəncə çayında daş körpüdə qutarır, şəhərin cənub qutaracağında. Həmin Xan arxadan yolla daş körpüyə qalxan vaxtı yolun sol hissəsində Qırxılı meçidindən üz-üzə böyük bir döngə var. Həmin döngə Bağman cəmaatı tərəfindən Carlı Talalı adlanır. Bu küçədə indi müasir dövrdə Gəncəvi və Etibar Qurbanov küçələrini əhatə edir həmin ərazi və cəmaat ora Carlı Talalı deyir. Ümumiyyətlə isə tarixşünaslıqda Car etnonimi müxtəlif baxımdan izah olunub. Məsələn, Chopin Car-Balakən etnonimini bu cür izah edir. Bu söz Car pilləkən mənasını ifadə edir ki, bu da öz növbəsində yol pilləkən deməkdir. Car türk sözü olub yol deməkdir. Əbəs yerə deyil ki, Alan qapılarına gedən yol da elə bu ərazidən başlanır. Məhəllənin bəzi sakinləri Carlı toponimi ilə bağlı mənbələrin qeydi ilə razılaşmır. Onların fikrincə, Carlı məhəlləsi məhz bir nəfər şəxsin, Carlı bəyin adı ilə bağlıdır. Tala sözü isə
adından da göründüyü kimi eyni adlı ifadəni bildirir. Şimallı həmvətənlərimizin Gəncəyə üst tutması mənbələrdə müxtəlif cür izah olunur. Məsələn, bəzi yaxınlarda Car və Tala kənd cəmaatının Gəncəyə pənah gətirməsi bu cür təsvir edilir. 18-ci əsrin əvvəllərində, yəni 1725-ci ildə Səfəvi dövlətinin zəifləməsi zamanı Əfqanlar İranın bir hissəsini ələ keçirirlər. O zamanlar Azərbaycan Səfəvi dövlətinin tərkibində idi. Bu dövrdə Osmanlı Səfəvilərin zəifləməsindən istifadə edərək Şimali Azərbaycana qoşun yeridir. Gəncə cəmaatının Şiə olmasını nəzərə alan türk qarnizonu və onun rəhbəri Əli bəy Şimal zonasının Sünni Carlı əhalisini Gəncəyə köçürmək qərarına gəlir. Talalı məhəlləsi isə Tala sakinlərindən ibarətdir. Qeyd edək ki, Tala keçmiş Zaqatala dairəsinin Rusiyaya birləşdirilməzdən əvvəlki adı olub. Tala tərkibli toponimlər indi də Zaqatala və Balakən rayonlarında çoxluq təşkil edir. Maraqlıdır ki, Balçılı mahalında da Talalılar tayfasının məskunlaşdığı məhəllə olub. Hər iki ehtimal həqiqətən yaxın olduğundan onlardan hansısa birinə üstünlük vermək çox çətin olub, daha ciddi araşdırmalar tələb edir. Bu birinci ehtimaldır ki, onlar bu vasitə ilə gəlib Gəncəyə düşüblər. İkinci ehtimala görə Nadir Şah 1737-ci ildə İranda hakimiyyətə gəldi, Səfəvilərin hakimiyyətini yıxdı. Sonra Əfşarlar dövlətini yaratdı. O dövrdə Gəncə bəylərbəyliyin ərazisi Qarabağda daxil olmaq, düz Tiflisin qapısına qədər idi. İndiki Qazax, Toz, Şəmkir rayonun əraziləri, o cümlədən Borçalı qəzası, Marnalı, Dimanisi rayonları indiki müasir daxil olmaqla Gəncə bəylərbəyinin tərkibində idi. Və Nadir Şah göstəriş verdi ki, həmin ərazilər Gürcü Kartli çarına verildi. Düz Şəmkirin Düyərli kəndinə olan sərhədə qədər. Qarabağın erməni məliklərinə göstəriş verdi ki, yalnız o şaha tabidirlər. Və beləliklə Nadir Şahın bu əmrindən sonra Gəncə xanlığının bəylərbəyini daha doğrusu desək, əlində çox kiçik sahə qaldı. Bu kiçik sahədə bir xanlıq Nadir Şahın ölümündən sonra Gəncə xanlığı yarandı. Xanlığın əhalisi də az idi. Bundan başqa Nadir Şahın həmin o hərəkətindən sonra ki, Gürcüstana vermişdi həmin torpaqları. Oradan başladı Gəncə xanlığına axın olmağa. Qazaxdan, sonra indiki Marnavoldan, biz Marnavol deyilik, oradan Borçalı idi, Borçalı deyirlər. Oradan ahali axışıb gəlməyə başladı Gəncəyə və Gəncə xanları onlara özlərinə həm vergi verən ahali yaratmaq, həm də ki, döyüşçü əldə eləmək üçün həmin adamlara torpaq yeri verir, imkanlar verirlər və yerləşdirirlər Gəncədə. O cümlədən mən bayaq qeyd elədim ki, Azərbaycanın şimal-qərb hissəsində Şəki xanlığı yaranmışdı. Şəki xanlığı isə Dağıstanla qonşu idi. Dağıstanda ki, dövlət yox idi o dövrdə. Hər xalq Dağıstanda 30-a qədər müxtəlif xalqlar yaşayır. Avarlar, ləzgələr, dalginlər, laklar, qumuqlar. Hərəsi özünə bir dövlət yaratmış, kiçik feodal dövlətləri və Azərbaycanın oturaq ərazilərinə, yəni bu zonaya, Gəncəyə, Şəkiyə, Qəbələyə hücum edirdilər tez-tez. Bax, həmin dövrdə sabitlik olan yerlərə cəmaat yığılırdı. Ona görə də bu, həmin o, ola bilsin ki, həmin o Car talalı cəmaatı, bu Gəncədə sabitlik olduğuna görə, şəhər böyük şəhər olduğuna görə oradan köçüb gəlmiş və Gəncə xanları onları yerləşdirmişlər həmin yaşadıkları ərazidə. Mən küçənin bir neçə qoca sakinləri, indi yox, bir neçə il bundan qabaq söhbət eləmişəm. Onların deməyindən belə məlum olur ki, demək, Taladan, yəni Tala hal-hazırda yerləşir Zaqatala rayonunda. Taladan 6 ailə gəlib həmin küçəyə. Balakəndən, yəni Cardan 12 ailə gəlib. Həmin yerdə məskunlaşıblar, sonra yerli cəmaatla qaynayıb qarışıblar. Böyük bir küçə olubdur. Həmin o küçə, demək olar ki, Qırxılı küçəsinin əzində bir basalaq kimi böyük bir küçə olubdur. 23 oktyabr 1735-ci ildə Nadir Şah Dağıstana gedib böyük ordusunu Qınıq çayının kənarında qoyur və Car, Tala cəmaatını cəzalandırmaq üçün kiçik bir dəstə ilə ora hərəkət edir. 1739-cu ildə Nadir Şahın Hindistana səfərə hazırlaşdığını eşidən Car və Tala cəmaatı
bundan istifadə edib üsyan qaldırırlar. Nadir Şah Hindistandan gəlib 1740-cı ildə Qəni xan Abdullanı Car və Tala cəmaatını cəzalandırması üçün onların üzərinə göndərir. Həmin illərdə Rusiyanın Qafqazı işğal etmək istəyi çox güclü idi. Bu baxımdan Gürcüstanın şərqində yerləşən Azərbaycan xanlıqlarına doğru qoşunların irəliləməyi yolun üzərində əsas yer, hərbi strateji əhəmiyyəti olan Car və Tala idi. Buna görə də Rus qoşunları Alazan çayının keçidində və Balakən yaxınlığında yerli əhaliyə divan tutub, bu əraziləri xarabalığa çevirir. 1804-cü ildə Gəncə işğal olunan zaman Rus qoşununun general-mayoru Kulyakov Gəncədən Car nahiyəsinə göndərilir. Onun dəstəsi çətin keçilən yerlərdə davam gətirə bilməyib məğlub olur və Kulyakov öldürülür. Onların baş bilənləri bir yerə toplaşıb Rusiya ali hakimiyyətinə tabe olmaq haqqında müqavilə imzalayırlar. Sonralar onlar Rusiyanın idarəçilik zülmündən bezərək baş götürüb Gəncəyə gəlirlər. Beləcə, Gəncəyə gələn əhali şəhərin Qırıqlar məhəlləsinin bir hissəsində məskunlaşırlar. İranda Nadir Şahın vaxtında cəmaatın vəziyyəti ağır idi. Üsyan qaldırdılar. Başladı biraz qalmağanlıq oldu. O zaman xırda xalqlar başladılar üsyana qoşulmağa. O xalqlardan da Car cəmaatı da, Talalı da, Talalılar, bunlar da xalq, Talada yaşayanlardır. Car tərəfdə yaşayanlar, o Car tərəfdə o Zakatala deyirlər. Zakatala, Saklar yaşayan Tala deməkdir. Bax, oradan gəlmədilər o xalqlar. Onlar da gəliblər, eldən, obadan, həm üsyançı kimi gəliblər. Həm də o Dağıstanlılar hərdən tez-tez hücum edirdilər onlara, Azərbaycana. Onda onlar gəldilər, burada məskunlaşdılar. O vaxtda Gəncəyə buraxmırdılar. Gəncə şəhərinə kənardan gələnləri buraxmırdılar. Məskunlaşanlar Gəncənin ətrafında yurt salırdılar. Bax, o cümlədən Talal cəmaatı, Talalı gəldilər bu küçənin başından sağa dönəndə Talalı deyirlər olar. Tala cəmaatı yurt saldı. Sol tərəfdə də küçənin başından Gəncəvi küçəsi, keçmiş Qırıqlı deyirlər bunlar. Bu sol tərəfdə də Carlılar yurt saldılar. Elə bax, məskunlaşdılar. Carlı gəlib qutarı, bax orada Quyulu yol deyirlər. Quyulu yol, o Xan arxı. Xan arxını qırada Carlı qutarır. Burada o vaxtı ilə bir 5-10 ailə gəlib, uzaqbaşı. Qalan gələnlər gəlib elə burada məskən salıblar, olublar Carlı. Amma əslində Cardan gələn deyil. Cardan gələn uzaqbaşı 5-6 ailə olanlar. Onlar da ən qədim ailələrdir. Onlardan da nəvələri, nəticələri ya qala ya nəticələri qalanlar. Çünki o hamısı rəhmətə gedib. Elə bir ağsaqqal yoxdur ki, o devirdə yaşar. 300-350 il tarixi olar. 300-350 uzaqbaşı. Onlar hamısı dediyim kimi o Dağıstandan hücum edirdilər Azərbaycana. Orada cəmaat qaçır. Çoxsu Gəncəyə gəlirdilər. Çünki Gəncə, o vaxtı Gəncə cəmaatı biraz vuruşan, döyüşən, möhkəm xalq olur. Buraya həmişə pənah gətirirdilər. Buna pənah gətirmə deyirlər. Onlar gətirdilər, pənah gətirir. O vaxtda Gəncəyə buraxmırdılar, Gəncənin ətrafında yurt sarırdılar. O cümlədə də gəldilər, bura boş yer idi. Bura yurt saldılar, oldular Cardan gəlmə, Carlılar. Car dağı var, Car dağı, orada gəlmə. Bəzən yerli cəmaat Qırıqlı məhəlləsi daxilində olan bu məhəllələri Carlı və Talalı oymaq adlandırırlar. Bu isə bəs yerə deyil. Qeyd edək ki, Monqol sözü olan oymaq türk dillərində uruq kimi səslənir. Mənası isə ailə birliyi deməkdir. Carlı və Talalıdan ibarət hər iki ailə birliyi məhəllənin güney hissəsində yerləşir. Məhəllə sakinlərinin Gəncəyə gəlmələrinə nəzər saldıqda maraq doğuran amillərdən biri də sözügedən məhəllələrin tarixində Gəncə xanı Cavad xanın da adının hallanmasıdır. Tarixi mənbələrdən məlumdur ki, Cavad xanın vaxtında da o cümlədən Qazaxdan
Borçalıdan və Azərbaycanın şimal-qərb zonalarından çoxlu əhali köçüb Gəncəyə gəlmiş və burada Gəncədə yerləşdirilmiş həmin şəhərin müxtəlif hissələrində. Yəqin ki, bu Carlılar, Talalılar da həmin vaxtda gəlmişlər. Və bu, indiki bunların Azərbaycanın da təmiz danışmağı belə göstərən ki, onlar nə ləzgi olmuşlar, nə avar olmuşlar, xalis Azərbaycanlıdırlar. Adətənlər də Azərbaycan adətləri. Ona görə də tez ahalindən qarışmışlar və yalnız adları qalmış onların, Car Talalılar. Bu yaşadıkları ərazidə həmin onlar Gəncə cəmaatı ilə bərabər torpaq sahələrinə malik olmuşlar. Onların bu şəhərin indiki Göygöl rayonu ərazisində, şəhərin cənub hissəsində torpaq yerləri var. Carlı cəmaatının, Talalı cəmaatının. Hətta Art da var, böyük Art Talalı axı. Bütün Bağman zonasını həmin Artla su ilə təmin olunur. Onların adlarından Talalı arxı, hələ cəmaat ilə Talalı arxı deyir o adından. Bu məhəllələrin sakinləri öz xeyirxah əməlləri, əməl-salih işləri ilə digər məhəllələrə örnək olmağa çalışıblar. Məhəllənin bugünkü yaşlı sakinlərinin hansı ilə ünsiyyətdə olursan, Güllü ananın qorxmazlığından, onlarla ağsaqqalın xeyriyyəçiliyindən söz açırlar. Elə məhəlliyə özünə məxsusluq verən də məhz budur. Dillərə dastan olub, öz adını yaddaşlarda saxlayan ağsaqqal və ağbirçəklər. Bu insanlar məhəllənin ictimai həyatında elə bir şərait yaradıblar ki, istər-istəməz hər kəs bu qanunlarla ayaqlaşmalı olurdu. Mən bir şey heç yadımdan çıxmır. Bir kişi vardı, qoca kişiydi. Bu biraz soyuq adam idi. Bir gün bir xeyir işdə buna deyirlər ki, sənin varın, dövlətin var, bu qədər yığırsan. Bu da təzə gəliblər, burada köç alıblar. Bu görür ki, heç kəsə şeyləmir. Deyir ki, bunu sən belə yığıb saxlama. Has adam nə ləğib kasıbdır, onlara ver. Bu da eləmirmiş. Elə olur günün bir günü bunun anası ölür. Anası ölən kimi adına Hilal deyirlər, Qara Hilal. Anası ölən kimi bu gətirir böyük aşqazanlar qurur. Nə qədər? Bir-iki dənə. Şeydir, görür ki, buna da mənim əmim buna deyib ki, belə eləmə də, cəmaata əl tut. Belə deyəndən sonra görüb bu heç kəsə əl tutmur. Sonra bunun anası olur. Bu qazanları tutub, aş pişikdirir, küllü miqdarda. Görür, heç kəs gəlmir. Gəlməyəndə biraz belə baxır, çox sikir bu. Gəlir deyir ki, belə-belə cəmaat gəlmədi, bu nə işdir? Deyir, mən sana dedimmi ki, əmim buna deyir, mən sana dedimmi ki, cəmaata əl tut. Pislik bir şey deyil, yaxşılıq yaxşı şeydir. Əl tutsan, kasıbazada əl tutsan, həmişə sənin qapın açıq olar, cəmaat da sənin qapına gəlir. Ondan sonra bu yavaş-yavaş sonra özünə gəldi benim. Yaxşı valla, adamlar sağ olub. Burada arvadlar olub ki, məsələn, bir neçə tip xəstəlik çıxıb buraya. Heç kəs yaxın durmuş ölüyə, o da keçirmiş olsa. Orada bir Güllü arvad olub, Hacı Rəhman Şirin başlayıb. O gedib onları pak eləyərmiş, o sağaldarmış, ölüsünü o yuyərmiş. Ki, arada getməmişin, bizdə də keçir o xəstəlik. Elə bir xəstəlik olub bilirsin burada, bax bu Bağmanda. Belə yaşlı adamlar çox olubdur. Nə bilim, Boğazda qurğuna çıxan olubdur, onu qutaranlar olubdur, arvatlardan bilənlər olubdur. Yaşlanma olubdur. Qolu saranlardan kişilər vardı, eləyirlər. Qaldı burada bir yaxşı kişi olub, Hacı Meyti kişi. Günüzdə fərənərmiş, sən tanıyırmış. Abala, burada kasıb adam kimdir? Deyirlər, filan kəsin ərim ölüb. Nəzədə ölüb, 5 uşağı var, acdı bunlar. O nümerəni götürülmüş, gəlirmiş göyə. O birisi küçə onu örgədərmiş. Günüz geyib bir ambal gətirərmiş. Geyib dərmanda, sən varırsan, sana deyirmişsən, bir put da gətir bizə. Damatə deyirmiş, 2 put da gətir. Özdə bir 5 put vermiş, onu bölərmiş, üdüf. Hambalı sararmış, günüzün gələrmiş. O qapıları belə deyir, gecə. Geyib həmən qapını döyürmüş. Tık, tık, tık. Öyyəsi qalxarmış, gecə saat 12-də belə. Kimdir? Abala qapıya çıx. Biraz ondan buna pul yığarmış. Apar onu, bir şoğun birini sürüb hambaldandan. Üstədə biraz pul qoyub qaçarmış. O məni görməsin. Sabah utanar ki, bu kişi bizə pul verdi. Hacı Meyti kişi belə kişi olub. Sonra birisi qapıya.
Belə adamlar çox olub Bağmanda, yaxşı kişilər çox olub Bağmanda. Hamısının bağ olubsa da olub, olmayanlara pay veriblər. Buz xarası olub burada, böyük buz xarası olubdur. Onu getirib buzlarını kırılmış, çıkardarmış, vedərlər də qoymuş, öyle sağlayarmış küçədə. Su salarmış, bala berden gel, Allah səni susmuş az iç. Kim yedermiş onun için dermiş ki, Allah ya da bir sabah kazansın. Belə işler olub bu. Bağmanda yaxşı kişilər çox olub. İndi iklim dəyişikliyi, insan dəyişikliyi, belki adamlar yoxdur. Məhəllədə adlı sanlı ağsaqqallar, hörmətli kişilər çox olub. İstər talalı ağsaqqalları olan Məşdi kişi, Məmməd Bağır kişi olsun, istərsə də Carlıda ömür sürən Səfdərlilər nəslinin nümayəndələri, bu şəxslərin hər biri Carlı və Talalı məhəllələrinin timsalında Qırıqlı məhəlləsinin simasıdır. Ancaq Carlı daha çox bir ağsaqqalı ilə, nəinki Gəncədə, bütün Gəncəbasarda böyük hörmət və izzətlə anılan Seyyid Mirməsim ağanın adıyla tanınır. Bugün qədim Qırıqlıda kiminlə ünsiyyətdə olursansa, Seyyid Mirməsim ağanın ruhuna böyük hörmət və ehtiram hissi ilə danışırlar. Sonra Carıda yaşayan İrandan gəlmə bizdə Mirməsim ağa seyidlərdir. Deyirəm də kənardan gələnlər də elə Carıda yurt salıblar, olub Carı. Amma Mirməsim ağa Carı deyil. O İrandan gəlibdi. Özü müqəddəs adam olubdu, seyid olub. O küçədə məşhur adamlardan mən bayaq adını çəkdim, həmin o Kəlvaldı Məşəmeyti oğlunu göstərmiyorlar. Sonra Hacı Qayıplıları göstərmiyorlar, Səfdərləri göstərmiyorlar. Bunların içində də ən məşhur nəsil Bağman seyidlər olur, Mirməsim ağa. Mirməsim ağa da həmin küçədəndir. İnanışlı seyidlərdəndir, bizim Gəncənin ən inanışlı seyidlərdəndir. Gəncədə bir neçə tanınmış nəsil varsa, bir də həmin seyid nəsilləridir, həmin küçədəndirlər. Bunları qeyd edilmək olar, küçənin sakinləri haqqında. Mirməsim ağa yil, Mirməhti ağanı oldu. 3 qardaş olublar. Böyük Mirməsim ağa, bir Eşim ağa, bir Yunus ağa. Bunlar 3 qardaş. Üçündə bağları olub ayrı-ayrı. Ayrı-ayrı bağları olub. Birisi bərquraqlıq olub. Bağlar, ağaçlar hamısı yanası olub. Bu Mirməsim ağa, dədəsi Mirməhti ağa da bağda işləyirlər. Burada böyük ağsaqqal olub, Hacı Qəhrəman kişi. Bu uşaqları yığır, cavanları. Eləcə sapaqlara qum doldurublar, qum. İkisi də sapaqlar dolub. Onu da qəzgəllə bir-birinə bağlayıb, uşaqların boynundan asıblar. Cavan 15-16 yaş uşaqları. 3 təpə var burada. 3 təpəyə müsallaha sıxıblar. Ki gedən müsallaha, Allaha yalvaraq, qoy yağış yağdırsın, qırılır cəmaat. Yayda bərk türyanıdır. Bunlar burada Əhmədin bağı var. Çınar var böyük. O çınar yana çatanda orada böyük xanar xaxır, böyle göl var. Görən bir meytaq yuxarıdan gəlir. Bir Məsim ağa da bunun qucağında. Hacı Qəhrəman kişidən bunlar kirvədirlər bir meytaqla. Deyir, Hacı Qəhrəman kişi, dayanına bala, bir meytaqa gəl elə. Onu suya basaq. Deyirlər, Seyidi suya basan da yağış yağar. Bu da 50 metr arası olub bəlkə. Orada yaxlaşlayan Hacı Qəhrəman bilən fikrinizlərdir. Məni suya basmaq istəyirsiniz. Başarın gözünüzü qaşı gözünüzə salın. Yağış bərk gəlir. Günün türyanın deyil, yanır adam. Hani yağışlardı belə baxan deyil, bir belə bax, baxan deyil, basılıb boyda bir qara bulut qalxdı o yüzden bəri. Bu bulut bunlar üstə gələtənə bir yağış bir gələn, deməli bir 500 metr arası var. Oradan ögətənə çim suya batmışlar bunlar. Onda elə möcüzə olubdu. Bakı cəmaatının Seyid Mirmövsüm ağaya pənah gətirdikləri qədər Gəncə və Gəncəbasar əhalisi də hələ 100 il əvvəl öz sınanmış seyidlərinə, o cümlədən Seyid Mirməsim ağanın ruhuna sığınıblar. Vəfatından 50 ildən çox zaman keçməsinə baxmayaraq, dara düşdükləri, şəfaya və köməyə ehtiyac duyduqları an Mirməsim ağanın ziyarətgahı və müqəddəs məzarı daim insanların pənah yerinə çevrilib. Mən də onun bir dəfə bu, neçə il bundan qabaq, bir 3-4 il bundan qabaq gəlirdim, gördüm bu qəbirstanlığın qabağında 3-4 adam durur. Maşından bir dənə qoyun çıxartdılar. Çıxartdılar, yerə düşürəndə bu qoyun qaçdı. Girdi bu qəbirstanlığa. Yürüdülər, onu tuta bilmədilər.
tuta bilməyən də təzəndən bu dedi ki, bunun dalına yavaş-yavaş gedir. Əsilliyinə görə deyirəm ha. Bunlar bunun dalınla bir qədər getdi. Gördük ki, gedib həmən Mir Məsum ağanın qəbrinin yanında həmən qoyun dayanıbdır. Bunu oraya qurban getmişdilər. Bax, o formada da ondan sonra apardılar, kəsdilər, nə vardılar, onu özləri bilir. Onu mən bilmirəm. Bax, bunlarda belə əsillik, belə sədaqətlik var idi. Bunlar çox əsil insan idilər, çox gözəl insan idilər. O Arifin anası kolxozun vaxtı olubdu, 2 nəfər arvadı qoyurlar ki, bu babamın gilasını yıxsınlar, bazara çıxarsınlar. Bu gilası başlayıblar yığmağa, deyir, səvətlər vardı, qırağından belə tutma səvətlərdi, deyir. Bunlar gilası yığıblar, bir şey qalmayıb, babam da öz bağına gedibdi. O vaxt kolxoz əlindən alıbdı, intihası gedib gəlirmiş də, dillənmir vermiş babama. Babam gedib, gedəndə görüb ki, arvadlar gilas yığıb, deyir, nə qarisiniz? Deyir, tapşırıblar, deyir, yığmalıyıq. Ayalar yığıb, deyir, bazara aparacaqlar. Deyir, onu mənim dədəm əkibdir. Onu siz niyə yığısınız ki? Məndən icazə alıbsınız, onu yığısınız. Deyib ki, ağa, tapşırıblar da, yığmalıyıq. Deyib, ay yığdınız, ha. Əlində deyir, 2 dilli yava getdi, deyir, ləkə girdi. Ləkə girəndən sonra deyir, bir tufan qovdu, deyir, bir tufan qovdu, deyir, bir tufan qovdu. Gilaslar, deyir, səvətləri açdı, deyir, gilaslar bir-birinə qarışdı, patlağa. Aradan, deyir, bir 15-20 dəqiqə, deyir, belə, deyir, tufan qovmadı. Gilas, deyir, ləğv olandan sonra, deyir, mən də, deyir, dedim ki, hava, deyir, açıldı, deyir, dedim, az görən, qoca kişi də oradan ağardı o. And olsun, deyir, öz cəddinə, deyir, bir də gördük, oradan çıxıb gəlib, üstündə denən, deyir, bir damcı su varmı? Bax, babam möcüzələrlə, bax, belə möcüzələri vardı babamın. Bağmanlar ərazisində yerləşən digər məhəllələr kimi, Qırıqlı daxilində olan Carlı və Talalı sakinlərinin də əsas peşələri bağçılıq və maldarlıq olub. Üçtəpə, Acı Babaxanlılar ərazisi məhəllə sakinlərinin əkin yerləri idi. Onlar bu ərazilərdə əsasən üzüm məhsulları yetişdirərdilər. Məhəllənin əhalisi yay aylarında malqaranı yaylağa çıxarır. Özləri isə Xoşbulaq, Pir Sultan, Həsən Baba və Həsən Nənə dağlarının ətəyindəki yaylaqlarda istirahət edərdilər. Ancaq məhəllə sakinləri burada başqa sənət növləri ilə də məşğul olublar. Sonra bir digər mənbələrə, mən bunu biləfən Sadıq Şükürov var, Gəncə Dövlət Universitetinin müəllimidir. Onun kiçik bir məqaləsi var idi Gəncə haqqında, orada da göstərir. Burada zorxana da olub həmin ərazidə, Talalı küçəsində. Zorxana bilirsiniz də, keçmişdə, indiki sözünü desək, idman kompleksidir. Keçmişdə orada güləşlə məşğul olurlarmış, idman edirlərmiş, fiziki güclərini artırırlarmış. Yəni bu ərazidə inkişaf olub müəyyən qədər. Köhnə ağsaqqal adamlar vardı ki, inqilabdan qabaq yaşamış, sonrası haradasa 80-ci illərdə, 70-ci rəhmədə getmiş yaşlı adamlar var idi. Onların deməyinə görə həmin ərazidə, Talalı küçəsi yerləşən ərazidə həmin küçənin sakini olan Kəlvaldı Məşəd Mehdi oğlunun böyük buzxanası olub. Həmin o buzxanada demək, qışda suyu doldururlarmış quyulara, sonra xüsusi sodaqlara, onları dondururlarmış. Sonra onu nəyəsə mən bilmirəm, yəqin ki, onun nəyəsə örtürlərmiş üstünü. Yayda hava istinəndə başlayıb onu kəsirlərmiş pışqınan, çıxardıb cəmaata paylayırlarmış, satışa da çıxardırlarmış. Yəni bu Gəncədə biz buzxana orada olubdur. Burada məsəl ki, buzxanaçılar vardı, qış vaxtı suyu bağlayır, gətirirdilər. Məhəllədə böyük göl var idi, orada dondururdular. Ondan sonra çıxardırdılar, orada tükən var, mağazin kimi. Aparıb oraya yığırdılar. Kimin kasıbdır, kimin ələ tutmur, bir dörürdün, onu aparıb, qavlara doldurub, aparıb, onlara paylayırdılar. Bunlar bu formada xeyirxah insanlar olurdu. Bu məhəllələrin sakinləri bütün el adət ənənələrinə rəayət edərdilər. Car və Tala kəndlərindən
özlərinə xas vərdişləri Gəncəyə daşımalarına baxmayaraq, buranın da el adətlərinə tezliklə uyğunlaşıblar. Zira hər iki məhəllə özünə məxsus xüsusiyyətləri ilə zamanla tipik bir Gəncə məhəlləsi halında formalaşıb. Tipik Gəncə məhəlləsidir, amma biraz damakar cəmaatı var. Bu nə ilə bağlı? Yəqin yox, döyüşkən olublar da. Çünki mən bayaq qeyd elədim, Cavad xanın ordusunda çoxlu qulluq eləyirmiş. Həmin o Azərbaycandan köçüb gələn, o şimal-qərb zonasına köçüb gələn Azərbaycanlılar qulluq eləyirmiş. Yəqin bunların oğlu babaları da döyüşçü olublar. Bu genetik cəhətdən keçirdə döyüşçüyə oğullardan nəvələrinə o döyüşkənlik. Onların adət ənənələri eyni Gəncənin adət ənənələridir. Mən bayaq dedim ki, bunlar da bizi kimi türkdülər, Azərbaycanlılar. Heç bir fərqləri yoxdur. Bayramlar eyni bayramlar keçirir, Noruz bayramları, dini bayramlar, Aşura günləri eyni. Meçid-i Qırxılı meçidinin də tikilişində də həmin o demək ki, Qırxılı meçidindən bitişik həmin küçə. Qırxılı küçəsinin məscididir. Həmin məscidin tikilməsində mən bir dəfə Qırxılı küçəsi haqqında danışanda qeyd eləmişdim ki, cəmaatın vəsaiti hesabına tikilib. Həmin Qırxılı məscidin tikilməsində də o imkanlı şəxsləri, həmin talalı, carlı cəmaatın imkanlı şəxsləri iştirak eləmiş və pul vəsaiti qoymuşlar, onun tikintisini iştirak eləmişlər. Yerli cəmaata gələn kimi uyğunlaşdılar, yerli cəmaatın adət ənənəsini götürdülər. Xeyirdə, şərdə hamısı bərabərdir. Heç bunlarda mən fərq görməmişəm, nə də eşitməmişəm. Mən ağsaqqallarla həmişə söhbət eləyən adam olmuşam. Ona görə də maraqlanmışam tarixlə. Bunlar yeni bir adət ənənə gətirməyiblər. Nətər buranın adət ənənəsi var, onu qəbul ediblər. Bununla da daha bir qədim Gəncə məhəlləsinin keçdiyi tarix yoluna nəzər saldıq. Əgər verilişimiz haqqında hansısa fikir və rəyləriniz olarsa, aşağıda göstərdiyimiz elektron ünvanımıza yazın. Onu qeyd edək ki, gələn verilişlərimizdən məhəllələr haqqında olan məlumatlarımızı yekunlaşdırıb, bu məhəllələrdə yaşayan şəxsiyyətlər, mərifət sahiblərinin keçdiyi həyat yoluna nəzər salacağıq. Odur ki, bir həftədən sonra eyni zamanda görüşmək diləyilə. Salamat qalın. Çayından axır, göydən ulduzlar baxır, çiçəklərin boynuna Gəncə incilər taxır, gecələrin nurludur, səhərin uğurludur, təbiət sənə baxır.